Salam, birinci dərsimiz 8-ci sinifdən mövzumuz olacaqdır. 5.3 İnsan orqanizmində həzm prosesi. Bildiyiniz kimi, orqanizmimiz qəbul etdiyi qida maddələri, hansı ki, zülallar, yağlar, karbohidratlar, iri molekullu birləşmələrdir. Onlar hüceyrələr tərəfindən olduğu kimi mənimsənilə bilmir. Ona görə də həzm orqanlarımız tərəfindən onlar həzm prosesinə, yəni parçalanmaya məruz qalırlar. Bunun üçün fermentlər həmin maddələrin parçalanmasında iştirak edir. Bildiyiniz kimi fermentlər hormonlar da adlanır. Onlar bioloji aktiv maddələrdir. Onlar reaksiyaları sürətləndirir, özləri isə sərf olunmur. Fermentlərsiz həyat mövcud deyil. Bir çox metabolik reaksiyalar ferment olmadan gedə bilməz və s. Həzm fermentlərinin əsas xüsusiyyəti isə bildiyimiz kimi qida maddələrinin çox kiçik hissələrə parçalanmaqdır ki, bunun da nəticəsində həmin hissəciklər hüceyrələrə keçə bilsin və onlar tərəfindən mənimsənilib lazım olan maddələr onlardan sintez oluna bilsin. Burada soruşulur, həzm sistemində fermentlər tərəfindən hansı qida maddələri parçalanır? Bax, qeyd edəcəyik ki, orqanizmimizdə zülallar, yağlar, karbohidratlar və bunları parçalayan fermentlər mövcuddur. Çünki onlar hüceyrələr tərəfindən mənimsənilə bilmir. Tərkib hissələrinə parçalanması üçün isə fermentlərin olması vacib şərtdir. Nə üçün maddələr parçalanmadan mənimsənilmir? Qeyd elədim ki, iri molekul olur, hüceyrənin membranından keçə bilmir. Ona görə də öz tərkib hissələrinə kiçik molekula parçalanmalıdır ki, hüceyrələr onları mənimsəyə bilsin. Fermentlər orqanizmdə tükənə bilərmi? Bu asılıdır orqanizmin vəziyyətindən, fermenti ifraz edən vəznin və vəziyyətindən əgər hər hansı patoloji hal ola bilərsə, bu zaman fermentlərin deməli, əmələ gəlməsində mənfi qüsurlar meydana çıxa bilər. Həzm prosesində iştirak edən həzm fermentləri bioloji fəal maddələrdir. Qeyd elədik ki, həm zülalları, karbohidratları, yağları kiçik damcılara parçalayan, öz tərkib hissələrinə parçalayan, kiçik molekulların əmələ gəlməsinə səbəb olan bioloji fəal maddələr mövcuddur ki, o fermentlər adətən 3 qrupa bölünür. Zülalları parçalayan fermentlər, yağları parçalayan fermentlər, karbohidratları parçalayan fermentlər. Bax, burada təsvirdə verilibdir. Bax, görürsünüz, fermentlər zülal olan maddələrə təsir göstərir, həzm sistemimiz tərəfindən həzm olunaraq amin turşulara parçalanır. Bunun üçün zülalları həm mədədə, həm də nazik bağırsaqda parçalayan fermentlər pepsindir, ximozindir, tripsindir. Bu fermentlərin təsiri altında zülallar tərkib hissəsi olan amin turşulara parçalanmış olur. Bundan başqa karbohidrat da qəbul edirik. Karbohidrat olan molekulaları sadə şəkərə, yəni qlikozaya qədər parçalayan fermentlər həm ağız boşluğunda, həm də nazik bağırsaqda olur. Onu da yadda saxlayaq ki, mədədə karbohidratları parçalayan həzm fermentləri olmur. Nazik bağırsaqda və ağız boşluğunda amilaza və maltaza fermentləri karbohidratları sadə qlikozaya qədər parçalayan fermentləri hesab olunur. Bundan başqa yağ molekuluna gəlincə, yağ molekulaları bildiyiniz kimi karbon turşuları və 3 atomlu gliserin olan spirtdən təşkil olunubdur. Onlar tərkib hissələrinə yağ turşuları və gliserinə parçalanmaq üçün, həzm olunmaq üçün iştirak edən ferment lipaza hesab olunur ki, lipaza deməli nazik bağırsaqda ən çox fəaliyyət göstərir. Yəni yağların, bütün növ yağların həzm olunması nazik bağırsaqda həyata keçirilmiş olur. Bu işdə ona öd də köməklik göstərir. Öd həmi nazik bağırsaqda fermentləri, həm zülalları, yağları, karbohidratları parçalayan fermentlərin aktivləşməsini təmin edir. Həm orada qələvi mühit yaradır, həm də deməli yağ molekulalarını kiçik hissələrə xırdalayır ki, bunun da lipazanın təsirini daha da yüksəltmiş olur və onların parçalanması təmin olunur. Həzm prosesi bildiyiniz kimi ağız boşluğunda həyata keçir. Ağız boşluğunda həm mexaniki həzm, həm də kimyəvi həzm mövcuddur. Mexaniki həzm dişlərimiz vasitəsilə xırdalanma sayəsində mövcud olur. Bundan başqa kimyəvi həzmə gəlincə ağız boşluğuna deməli həzm kanalından kənarda yerləşmiş 3 cüt ağız suyu və zərd köməklik göstərir. Bundan başqa ağız boşluğunun özünün selülozik qırşasında çoxlu miqdarda həzm bəzləri mövcuddur ki, onların da şirələri ağız boşluğuna açılmış olur. Qulaq yanı, dilaltı, çənaltı
vəzlər ağız boşluğundan kənarda yerləşən həzm vəzləri hesab olunur ki, bu deməli ağız suyunun tərkibini zəif qələvi neytrala yaxın mühit yaranmasını təmin eləyir. Həmçinin ağız suyunun tərkibində 98% su, lizosim, amilaza, maltaza fermentləri mövcuddur. Amilaza və maltaza fermentləri karbohidratları sadə birləşmələrə qədər parçalayır ağız boşluğunda. Lizosim fermenti həm ağız boşluğunda mikrobların öldürülməsini, zərərsizləşdirilməsini təmin edir, həm də ağzın silişi qırşasında yaralar əmələ gələndə onun sağalmasını sürətləndirir. Fəaliyyətdə bax burada gördüyünüz kimi deməli xlorid turşusu olan mühitdə mədə şirəsinin içərisinə 4 dənə sınaq şüşəsinə bişmiş toyuq yumurtası qoyulmuşdur. İkisinin üzərinə mədə şirəsi əlavə olunmuşdur. İkisinin üzərinə isə su əlavə olunmuşdur. A-da gördüyünüz kimi mədə şirəsi, B-də isə su əlavə olunmuşdur. Sonra bu şüşələrin hər birindən olmaqla, deməli A-da biri, yəni mədə şirəsi əlavə olunan bir sınaq şüşəsi, su əlavə olunan və içərisində yumurta ağı olan, bişmiş yumurta ağı olan sınaq şüşəsinin biri götürülür. Ovcumuzda o 3-5 dəqiqə müddətində saxlanılır. Sonra isə sınaq şüşəsinin içərisində olanlarla əvvəlki ora əlimizdə olmayanlarla müqayisə olunur. Deməli, deyir ki, müzakirə edin, nə müşahidə etdiniz, ovcumuzda saxladığımız içərisində bişmiş yumurta ağı olan sınaq şüşəsinə hansı ki, mədə şirəsi də əlavə etmişik. Orada deməli, yumurta ağının yox olduğunu görürük. Bu onu göstərir ki, mədə şirəsinin təsiri ilə müəyyən temperaturda, yəni 36-37 dərəcə temperatura şəraitində zülallar amin turşulara parçalanmışdır. Mədədə həzmə gəlincə, bildiyiniz kimi mədə həzm kanalının genişlənmiş hissəsidir. Orada zülalları deməli parçalayan fermentlər mövcuddur. Bir də süd yağlarını parçalayan lipaza mövcuddur. Mədədə yadda saxlayaq ki, karbohidratları parçalayan fermentlər olmur. Bax, burada fikir verin, ağız suyunun ferment tərkibi lizosim, amilaza, maltaza bu karbohidratlara təsir göstərir. Lizosim isə ağızda zəif qələvi neytrala yaxın mühit yaradır, yaraları sağaldır, mikrobları öldürür. Mədə vəzlərinə gəlincə, mədə vəzləri pepsin, ximozin, lipaza, xlorid turşusu və seli ifraz edir. Seli isə mədənin daxili selikli qırşasını örtərək xlorid turşusunun ora təsirini azaltmış olur. Öz hissəsinə gəlincə, bildiyiniz kimi həzm vəzi, hansı ki, həzm kanalından kənarda yerləşən vəzlərdən biri də qaraciyər vəzisidir. Qaraciyər vəzisində həm qaraciyər ödü, həm kiçik ödü var. Onların axarları isə nazik bağırsağın birinci şöbəsi olan 12 barmaq bağırsağa açılır. Həmçinin 12 barmaq bağırsağa mədə-altı vəzin axarları da açılmış olur. Mədədə gün ərzində 1,5-2 litrə qədər mədə şirəsi ifraz olunur. Orada turş mühit yaradır, xlorid turşusu. Turş mühit yaranması adətən ora olan mikrobların zərərsizləşdirməsinə köməklik göstərir. Yəni, məhv eləyir mikrobları, həmçinin də mədədə həzm prosesində iştirak edən fermentlərin aktivləşməsini təmin etmiş olur. Bağırsaqda həzmə gəlincə, əsas həzm prosesi nazik bağırsaqda həyata keçirilir. Qeyd elədik ki, nazik bağırsağın birinci şöbəsi 12 barmaq bağırsaqdır. Ora həm mədə-altı vəzin axarı, həm öd axarları açılır və nazik bağırsaqda ödün təsirindən qələvi mühit yaranır. Qələvi mühitin yaranması ora açılan zülalları, yağları, karbohidratları parçalayan fermentlərin aktivləşməsini təmin edir. Həm də qələvi mühit yaradır, həm də mikrobları məhv etmiş olur. Gördüyünüz kimi, mikrobların məhv olunması həm ağız boşluğunda, həm mədədə, həm də nazik bağırsaqda həyata keçirilmiş olur. Və onu da qeyd elədik ki, mədədən fərqli olaraq nazik bağırsaqda həm də karbohidratların həzmi həyata keçirilmiş olur. Nazik bağırsağın
ençəsinə baxsaq, orta saya əzələ, daxildə isə selişli qat, epiteli qatı yerləşibdir, xovlardan təşkil olunubdur. 1 kvadrat santimetr sahədə, səs sahəsində 2500-ə qədər xovlar mövcuddur. Xovların üstün isə bax bu gördüyünüz kimi deməli mikroxovlar təşkil eləyir. Mikroxovların üzərində isə membran həzmi həyata keçirilmiş olur. Həmçində dedik ki, burada qələvi mühit yaranmasında öd iştirak etmiş olur. Əgər xovların divarına baxsaq, bir qat epitelidən təşkil olunubdur. Onun içərisində isə, yəni xovların üzərində həmçinin qan kapillyarları, limfa kapillyarları mövcuddur və qeyd elədik ki, zülalları, yağları, karbohidratları parçalayan fermentlər nazik bağırsaqda zülallar amin turşularına, yağlar gliserinə, yağ turşularına, karbohidratlar isə qlikozaya qədər parçalanır ki, amin turşularla glikoza qan kapillyarla, yəni qana keçir. Gliserin, yağ turşuları isə deməli xovların divarında insan orqanizminə aid sadə lipidlərə çevrilir. Onlar isə öz növbəsində bax bu sarı rəngdə gördüyünüz limfa kapillyarlarına sorulmuş olur. Fikir verin, burada qidanın tərkibində qeyd elədik ki, olan üzüm maddələr birbaşa hüceyrə tərəfindən mənimsənilə bilmədiyinə görə onlar həzm orqanlarımız tərəfindən kiçik hissəciklərə, öz tərkib hissələrinə həzm olunur. Ondan sonra qana və yaxud limfaya keçmiş olur. Bax, bu bütövlükdə gördüyünüz kimi nazik bağırsaqda qida maddələridir. Bu da onun divarında olan qan kapillyarlardır. Nazik bağırsaqda qida maddələri öz tərkib hissələrinə parçalanmış olur. Parçalanmış həmin hissəciklər isə dedik ki, amin turşularla deməli glikoza qana keçir. Lipidlər isə limfa kapillyarlarına keçmiş olur. Qalanları növbəti dərsimizdə düşün, müzakirə etdən başlayaraq növbəti dərsimizdə izahını verəcəyəm. Bu qədər, sağ olun.